Azərbaycan Yazıçılar Birliyində Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə yazıçı və şairə Mahirə Göyçəlinin Göyçəsiz Göyçəli kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış ədiblər, ziyalılar, ictimaiyyət nümayəndələri və poeziyasevərlər iştirak ediblər. Mərasimdə çıxış edənlər müəllifin yaradıcılığından, xüsusilə yeni nəşr olunan Göyçəsiz Göyçəli kitabından söz açıblar. Bildirilib ki, kitabda doğma Göyçə nizgili, yurd həsrəti, milli mənəvi dəyərlər və insan duyğuları poetik dillə oxuculara təqdim olunur. Tədbir zamanı kitab ətrafında geniş fikir mübadiləsi də aparılıb. Şairə ona ilham verən əsas mövzulardan bəhs edib. Mən bu kitabı həqiqətən çoxdan yazmışam, çoxdan hazırdır bu şeirlər. Sadəcə olaraq üzə indi çıxartmışam. Mənim ürəyimdə Göyçə yanğısı, vətən yanğısı, şəhidlərimin yanğısı, bizim doğma diyarımız çoxlu şəhid veribdi. Onların yanğısı, bu millətin burada didərgin düşməyin yanğısı, hamısı bir arada mən bu kitabda cəmləndirmişəm. Göyçəlilər, Göyçəlidə də kitabım artıq hazırdır. Onun mühürbəndini vurub, inşallah o tədbiri Göyçədə keçirdərik. Təkcə Qərbi Azərbaycanlıların yox, ümumiyyətcə bütün Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdış əzmində olduğu bir dönəmdə bu cür tədbirlərin keçirilməsi təbii ki, həm mənəvi, psixoloji, həm də tarixi mahiyyət daşıyır. Mahirə Göyçəlinin Göyçəsiz Göyçəli kitabında vətən həsrəti, şəhidlik mövzusu, dövlətlik mövzusu və Müzəffər Ali Baş Komandanın rəhbəriyyətində təmin olunmuş qələbəmizin tərənnümü, didaktik mövzular, fəlsəfi mövzular, xüsusi çalarlarla əhəmiyyət daşıyan görkəmdə xüsusi bir istedadla təmin olmuşdur. Və eyni zamanda onu qeyd etmək istərdim ki, Qərbi Azərbaycan və Göyçə folklorunu, onun toponimlərini, adət-ənənələrini, ağlarını, bayatılarını, şeirlərini, yaradıcılıq üslubunu təmin edən, bütün diapazonu əhatə edən, bütün gözəllikləri ehtiva edən bir əsər ortaya qoymuşdur. Bugün hər birimiz özümüzü Qərbi Azərbaycanlı sayırıq. Mahirə xanımın qələmə aldığı bu şeirlər, bu toplum nəticədə yeni gənc nəslin doğma torpaqlara daha çox bağlı olmağında, o torpaqlara qayıtmaq üçün inamlarının və arzularının həyata keçmək üçün çox mühüm addımlardan biri. Və mən arzu eləyirəm ki, Mahirə xanım növbəti kitabını Göyçəli adı ilə çap elətdirsin. Doğma Qərbi Azərbaycanımızın Basarkeçər rayonu Nərmanlı kəndində kitabının təqdimatını eləsin. Bu gün də yenə Mahirə xanımın Göyçəsiz Göyçəli kitabı. Belə deyək ki, bu insanların ürəyində yaşatdığı bir ağrının, acının təzahürüdür. Mən inanıram ki, gün gələcək ki, biz Göyçəyə bu yaxın zamanlarda baş verəcək, Cənab Prezidentimizin də hər çıxışında bu öz əksini tapır ki, biz o torpaqlara artıq silahla yox, biz öz maşınlarımızla qayıdacaq və o yurtlarımıza sahib çıxacaq. Şairənin həyat yoldaşıyam. Doğrudan da bu tədbir çox qəşəng keçdi. Bu münasibətlə Aşıq Ələsgər Ocağına, Xətai müəllimə, Hacı Abbasa, əməyi olan bütün uşaqlara hamısına can sağlığı, uzun ömür arzulayıram. Göyçəsiz Göyçəli yalnız bir poeziya nümunəsi deyil, həm də doğma yurda bağlılığın və mənəvi yaddaşın ifadəsi kimi dəyərləndirilib.